4 nömrəli sual Alkanın yanması ilə bağlıdır. Bu sualı həll eləmək üçün gəlin biz Alkanın birinci yanma tənliyini yazaq. Alkanın yanma tənliyi necə idi? CnH2n+2 yandırırıq Alkanı. Bilirik, buradan nə qədər karbon qazı əmələ gəlirdi? M mol karbon qazı. Su nə qədər əmələ gəlirdi? M+1 molda su. M+1 molda su. Uşaqlar, bu reaksiyada indi oksigenin əmsalı burada neçə olurdu? Kim deyər mənə oksigenin əmsalı neçə olurdu? N+1 bölü Bəli, 2. bunu bilirsiniz, tamamilə doğru. 3n üzərinə gəl 1 böl 2. Bunu bilirik. Uşaqlar, bizə karbon qazının kütləsi A+60 su A verir. Biz görürük ki, bizdə burada karbon qazının qarşısında M var. Karbon qazının M-ni hesablasaq, Nurlan nə qədər eləyəcək? 44 eləyəcək. N-ə vuranda eləyir 44. Biz bu 44 uşaqlar nəyə bərabər eləməliyik? A+60-a. Bir də suyun kütləsi A verilib. Su deməli 18-dir. Bilirsiniz, suyun emeri 18-dir. Qarşısında da M+1 var. M+1-i 18-ə vuranda 18M+18. Bunu da bərabər edirsiniz A-ya. İndi burada gətirib birinci tənlikdə A-nın yerinə 18M+18 yazsaz, olur 44M bərabərdir 18M+18 + 6. 44N-dən 18N çıxanda uşaqlar neçə qalır? 26N bərabərdir 18-dən 60-ı toplayanda 78. N də buradan eləyir 3. Əgər N 3 eləyirsə uşaqlar, onda alkanın ümumi formusu necə olur? C3H8 olur. Bir də deyir, atomların ümumi sayını tapın, 8-dən 3-ü toplayırsınız, 11. Baxın bir dənə.